şey nədir? Arif Nəcəf, yəni mənə işarə edir ki, axı mən bəzən o şey deyə çox işlədirəm dostlar. Ona görə ki, burada yəni bu dil məsələsi ilə bağlı, əgər bu çox pis görünürsə, mən sizdən üzr istəyirəm. Ona görə ki, biz buradakı bu Azərbaycan dilini çox istifadə eləmirik. Müəyyən sözlər yadda düşənə kimi istər-istəməz şey deyirsən. Bilirsiniz, yəni o nöqteyi nəzərdən, əgər bu mənim nöqsanımdırsa, mən buna görə üzr istəyirəm. Yəni, nədir məsələ? Mən nəyə görə deyirəm, dostlar? Bu Emin Əmrullayeva qulaq astım, inanın, dəhşətə gəldim. Vəbşi bunu, ümumiyyətlə, kişilər, bunu ya giclikdən, ya biclikdən gətirib təhsil naziri qoyurlar. Bu biabırçılıqdır. Sadəcə olaraq inanın, mən buna qulaq astım. Bu, ümumiyyətlə, pedaqoji, yəni fəaliyyətdən söhbət gedə bilməz burada. Və bu Emin Əmrullayev elə şeylər danışır ki, mənim əlim sadəcə üzündə qaldı, inanın. Qoy mən onu tapım gətirim, qulaq asaq və bir yerdə bunu müzakirə edək ki, baxın, gör, bu nə danışır ki? Ki, bəs müəllim də, müəllimin maaşı da filan, hamısı uşağa görədir, uşaq üçündür filandır, yəni biz elə bir gəlin qulaq asaq. Məqsədlər dəyişməlidir. Yəni, müəllimin məqsədi müəyyən mənada həftə ərzində ona ayrılmış saatları deyib dərhal məktəbdən getməkdirsə və başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onun nə marağında deyil, nə onun belə deyək, məqsədi deyil, nə onu özünün fəaliyyətinin bir hissəsi kimi görmürsə, təbii uşaq hər tərəfini inkişaf eləməyəcək. Yəni, siz elə bir ki, ortada durmusunuz, hər dəfə o qapıdan bir nəfər girir, o sizə 45 dəqiqə nəsə özünə aid bir şey deyir, özü üçün vacib olan bir şey deyir və çıxıb gedir. Sonra başqa adam girir. Özü üçün vacib olan nədir ki? Siz anladığınız bir şey dostlar, deyir, müəllim girir dəməkdərsə, özü üçün lazım olan şeyi, uşaq üçün yox, özü üçün lazım olan bir şey deyir, çıxıb gedir, sonra bir başqası gəlir. Nə eləməlidir müəllim? Qapının ağzında gözləməlidir. Xəstədir, başa düşmür. Yəni nədir? Pedaqoji stajı yoxdur. Bu təhsilin nə olduğunu bilmir dostlar. Bu bilmir ki, məktəbdə hər bir sinifin sinif rəhbəri olur. Və bu sinif rəhbəri də dostlar, bu sinif rəhbəri də bu sinifi deyək ki, haradasa orada ibtidai sinif qutarandan sonra 4-cü, 5-ci sinifdən sonra başlayır, yəni 10-cu sinifə kimi aparmağa. Sinifin də hansı problemi, nə problemi varsa, həmən o sinif rəhbəri həll edir. O birisi müəllimlər də gəlirlər, bəli, dərslərini oxuyurlar və vacib deyil ki, deyir ki, bu dalına qulaq asaq, o özü üçün vacib olan bir şey deyil və özünüzü o uşağın yerinə qoyun. Yəni, faktiki olaraq bu uşağın ümumiyyətlə həyatı olan marağını bir sual etməklə. O nöqteyi nəzərdən biz yenə deyirəm, təhsilin müəllimə yönəlik olmasından, yəni biz görürsünüz nə qədər müəllimlər haqqında danışırıq, cəmiyyət bizə nə qədər uşaqlar haqqında çox sual verir, yoxsa müəllimlər haqqında? Mən dostlar çox düşündüm, fikirləşdim. Bilirsiniz, bu nə ilə bağlıdır? Bunlar sadəcə olaraq, baxın, yəni təhsilə əslində müəllimə sadəcə olaraq müəllimə pul vermək lazımdır ki, müəllim məktəbdə müəllimlik eləsin, cənablar. Deməli, dostlar, yəni mən nəyi demək istəyirəm? Deməli, mən belə anladım ki, bu Emin Əmrullayeva təsəvvür edin. Yəni, büdcədən ki, pul ayrılmış təhsilə, oradan üstündən 50-60% bunlar götürürlər, maaş şəklində deyirlər, sən bununla bütün məktəbi, müəllimləri falan yola verməlisən. İstəyirsən yola ver, istəmirsən dəyişək başqası gəlsin, versin. Və ona görə də Emin Əmrullayev belə cəfəngiyyətlər uydurur ki, müəllim səhərdən axşama kimi məktəbdə oturmalıdır, nə bilim. Mən burada Fransada təhsil sisteminə baxdım, dostlar. Yəni, mənim uşaqlarım oxuyurdu ona görə. Ümumiyyətlə, burada liseyi qutaran, orta məktəbi qutaran, yəni kollec 8-ci sinifə kimi 8-dən sonra 9, 10, 11 deyək ki, 12 burada şeydir. Sən deyək ki, bitirirsən, 9-dan 10-cu sinifdə artıq ixtisaslar ayrılır. Yəni, sən gələcəkdə hansı institutda qəbul olmaq istəyirsən və yaxud da hansı sahə. O sahələr ayrılandan sonra o istiqamətdə sən, yəni bu şeyi qutarandan sonra həmən o lisey diplomunla
gedib istənilən yerdə o sahə ilə bağlı çalışa bilərsən. Bu nağıl danışır sadəcə olaraq, yəni uşağın oxumağı. Əgər uşaq oxumursa, hörmətli Emin Əmrullayev, gərək yoxdur, onların hamısı oxusun. Bizim Sovetlər zamanında texniki peşə məktəbləri var idi, istiqamətləndirilirdi. Yəni, bugün təsəvvür edin, orta məktəbi bitirən uşaq, baxın, mənim bir tanışım var. Oğlu orta məktəbi qutaran kimi dedi ki, oxuyursa yoxdur. Dedi ki, orta məktəbi qutardı, pasportunu aldı, cündü Moskvaya, pul qazanmağa. Yəni, Rusiya. Ona görə ki, burada mümkün şərait yoxdur. Təsəvvür edin, bu yaxınlarda onun uşağını deportasiya edirlər. 3 illikmi, 5 illikmi, nə bilmirəm. İndi bu adamın əlində bir sənəti yoxdur ki, pissin haradasa edəsin. Yəni, məsələ budur. Gəlin, qulaq asaq, çox maraqlı şeylər danışır Emin Əmrullayev. Sizcə, müəllimlər haqqında, müəllim çox vacibdir. Amma biz unuduruq ki, təhsil bütün mahiyyəti uşaqdır. Yəni, bu təhsilin mərkəzi şagirddir. Yəni, şagird üçündür hər şey. Müəllim də şagird üçündür, müəllimin maaşı da şagird üçündür. Biz müəllimə niyə maaş veririk? Veririk ki, şagird daha yaxşı öyrənsin. Şagird daha yaxşı öyrənmirsə, onu müəllimə niyə maaş verməliyik? Yəni, bu cür təfəkkür tərzinə dəyişiklik düşünürəm ki, Azərbaycan təhsilini daha yaxşı edir. Hə, bax, dostlar. Məqsəd Bu söhbət, inanın, mən buna qulaq astım və bu düşünülmüş şəkildə ortaya atılmış bir şeydir. Və müəllimlərin də məhz, müəllimlərin də bu deyək ki, bu müəllimlərin imtahan verməsi filanı zadı yəqin ki, yəni bu şeyi yoxlamaq üçün bunun adını nə qoyursan qoy, mən bilmirəm, onun adı bir cür deyirdilər, onu nə sertifikat imtahanı deyirlər, nə deyirlər. Kişilər, biz birinci bu sertifikat imtahanı götürən adamların özünə sertifikat verməliyik ki, görək bunun özü bir şey bilirmi? Bu nadan çoban bir adamdır, gətirib qoymuşsan bunu təhsilin başına, bu ümumiyyətlə bilmir təhsil nədir.